İbrahim bəy, xərçəngin fəsli varmı? Yəni insanlar ən çox hansı fəsildə xərçəngə daha çox yoluxurlar? Çox yaxşı sualdır. Açığı birinci dəfədir belə suala rast gəlirəm. Deyirəm, yox. Xərçəngin mövsumu yoxdur. Niyə? Xərçəng xəstəliyinə iki cür yanaşma var bu dünyada. Biri rəsmi yanaşmadır, biri doğru yanaşmadır. Rəsmi yanaşma şişin özünlə maraqlanır və çalışır ki, hər hansı bir yolla ona təsir eləsin. Ya kəssin əməliyyatla, ya zəhərləsin kimya ilə, ya yandırsın şüa ilə. Şiş nətər yaranır, nə üçün yaranır? Rəsmi onkologiya bunu bilmir və təəssüflər olsun ki, bilmək də istəmir. Buna baxmayaraq, son 100 ildə 500-dən çox üsullar var. Xərçəngin tam müalicəsi texnologiyası var. Xərçəng tam sağalan bir xəstəlikdir. Səbəbi də bəllidir, hər şey də bəllidir. Qəsdən insanlara demirlər ki, insanlar qırılıb ölsün. Ona görə də bu xəstəliyə yanaşma və anlam tam sıfır səviyyəsindədir insanlarda. Həkimlərdə isə onlar həkim deyil, onkologlar, biorobotlardır. Taxtabaş biorobotlardır. Onları bu yaxınlarda süni intellekt tam əvəz eləyəcəkdir. Onlar kiməsə belə lazım deyil. Xərçəng daxili ekologiyanın, ahəngliyin, enerjinin pozulması nəticəsində yaranan bir haldır. Bu insanın yaşam tərzindən, qida tərzindən, düşüncə tərzindən, onun qorxularından, həyəcanlarından asılı olan bir vəziyyətdir. Ona görə də bu mövsümə aid deyil.